Davam edirik. Ne sual verirdin hacı? Xanıma sual vermək istəyirəm. Naidə xanım sizin nəyinizdir? Mikrofonu yaxın. Heç nəyin olmaya gəlib belə necə lazımdır, belə döyüşüb ondan. Siz bilmirsiniz, danışırsınız. Yox, bilirəm. Mən neçə gündür verilişi izləyirəm. Necə lazımdır ondan belə, necə lazımdır danışırsınız. Yaxşı eləyirəm. Belə Mən bilirəm bax, heç nəyin döyüşsə belə əvvəldən belə bunu qoruyardınız. İndiniz gözləyirdiniz. İndini gözləyirdiniz xanım. Nə qışqırırsınız? Xanım siz indini gözləyirdiniz. Elə əvvəl də elə onu qoruyan idiniz, əvvəl də qoruyardınız. Mən bilirəm nə deyirəm. İndi görürsünüz ki, Naidə xanım burada da hamı ona dəstək olmaq istəyir. Siz də bir yana Olsun da mənə dəxli də yoxdur. Bəs indi nə istəyirsiniz bu Sonra xanımdan? axırda peşman olarsınız. Biz peşman olacaq da sənə nə var? Hadi bir sus da qoy biz peşman olaq. Yox, xahiş edirəm. Nailə xanım və Könül xanım sizdən rica edirəm. Ay xoş qədəm xan, biz peşman olmaq istəyirik. Biz Nahidəyə kömək eləyib peşman olmaq istəyirik. Apar evində saxla kömək. Ay qız sənə qalmayıb, mən onu harda saxlayıram. Əngə vermə gedəm. Mənlə danışma. Aydındır. Aydındır. Sakitlik yaradaq. Xeyr, xanım, Sakitlik insanların yaradaq. üstünə belə getmək olmaz. Sakitlik yaradaq. Gəlin. Gəlin deyilən elə təhsilim mən. Nə istəyirsiniz mən? Sözünüz mən ona deyil də. Nailə xanım, siz yaşlı, belə deyək, dünya gün. Xəstə adam gəlmək üstə qışqırır. Yox, o üstünüzə qışqırmır. Səs tonu ola bilər, yüksək olsun. Sözlər bula mənim üstümə, hərisi bir yerdə mənim. Nailə xanım, heç kəsin... Aranızda olan söhbəti niyə uzadırsınız? Belə ürəyimiz yanır, götürün axıran saxlayın. Leyla xanım, Nailə xanım 11, o uşağı 8 aylığından zibil yeşiyindən götürüb baxan qadındır, bilirsiniz. Allah razı olsun. Ay xoş qədəm xanım, Yəni bunu onu sübut mən- eləyə bilərsiniz bizə ki. Niyə sübut Onu eləyə gedib bilmirəm? zibil Onun yeşiyindən sübutları öz çıxardılar. əlindədir. Mən niyə sübut? Onu Nigar xanım kimi qadın sübut eləyir. Mən niyə eləyirəm Heç ki? Nigar xanım kimi qadın yox. Elə uşağın özünün buna olan məhəbbəti hər şeyi sübut edir ki, necə də bu xanım o övladla maraqlanıb onu böyüdüb. Başqa sübuta ehtiyac da yoxdur yəni. Düşmüşük. Bu gün bu xanım günahkardır. Niyə? Çünki buna sahib çıxıb və onun övladına sahib çıxıb deyə bunu hər kəs günahkar elan edir. Amma haqlıdır. Bu Yaxşı, kim onu sabahlar? Yaxşılıq heç kəs eləməyəcək. Əlbəttə. Bu qadın yaxşılıq eləyib, zibillikdən, nə bilim, butulkalar yığıb uşaq saxlayıbdır. Tamam. Digər məsələlər də var. Mən bəzən deyirəm ki, bu olmaz Nailə xanım. Amma fakt budur ki, bu qadın o uşağı ölümdən qurtarıb. Elə deyilmi Elgün? Bəli, Sənə kim baxıbdı? mamam. Yəni Nailə xanım. Bəli. Nigar xanımın yanında olanda sənin qapını kim açıb oğlum? Olub, mamam. Öldürək Nailə xanımı. Gəlin hamımız onu öldürək. Pis Ya qadın. indi mən bir sual vermək Öldürək istəyirəm. onu. Xanım deyir ki, 8 yaşında mən uşağa baxmışam. 8 aylıq. 8 ayından. Xanım, indi uşağın neçə yaşı var? 16 yaş. Ondan sonra siz o xanımı görməmişsiniz heç yerdə. Mən heç yerdə görməmişəm. Heç görməmişdiniz. Heç görməmişəm. Yox, görüblər amma videoda bir yerdədirlər. Uşaq cəddovda olub, mən aparmışam. Ay Nail bəy, bunların hamısının başa düşdü. Bravo Nail bəy, Xoş bravo. qədəm xanım, bu qadın ən pis qadındır da. Yaxşı, bunu başa düşdük də. Bunun keçmişini bu qədər arıtlayıb, bu qadını ortaya çıxartmaqla nəyə əldə edir də? Çıxardıb ki. Xahiş edirəm Nailə O xanım da xanımın olan... haqqını itirməliyik ki biz. Yad da olsa itirməliyik ki, uşağa sahib çıxıb pis eləməyib. Biz deyirik uşağa niyə sahib çıxırsan? Biz deyirik ki, bu qadından nə istəyirsən sən? İmkan ver, balasıyla barışsın, insan səhv edib. Könül Nə xanım, danışırsınız? bax elə bayaq mən ona fikir bildirmək istəyirdim. O uşaq yekini yaşına çatmasa da, elə yaşdadır ki 15-16 yaşında o uşaq nəyin nəyə, kimin kim olduğunu anlaya bilir, qavraya bilir. 5 yaşında ya 1 yaşında deyil ki, deyək ki, mən heç kimi görmədim. 10 il, 8 il. Görməyən uşaqdan Bu uşaq biz kimisə 15 il görmürsə cavab görməyən uşaqdan verməlidir. biz tələb edə bilmərik ki, onu bağışlasın. Təbii. O Siz düzdür məni deyil. başa düşmürsünüz. Yəni Mən 11 ildir demirəm. uşağın anası görmür. Leyla xanım, Biz necə onu bu tələb edə övladla bilərik ki, barışmaq barışsın? istəmir. Bu burada Sadəcə Muratla barışmaq insanı üçün biz burada yıxılan oturub. insanı biz Tamam, neyləyək? Rəman bəy, nə məsləhət? Bu qadını neyləyək? Mən məsləhət bilirəm ki, sındırmazlar. Murad Sadəcə yəni uşaqla o birləşə bilməz, yəni Bəy, görüşə Rəman bəy, bilməz. eşidirəm sizi. mən məsləhət görürəm ki, elə Muradı da buraxsın, elə Elgündən də əl çəksin, getsin öz həyatını yaşasın. Zaten də elə niyə indiyək kimi öz danışlar? həyatını yaşayır. Rəman bəy, Hə, Sizə böyük sevgim var da. mənim sevgim olmasın. Yəni sadəcə olaraq Az da olsa hörmətim olsun. var da. Yəni sadəcə olaraq mən burada oturmağım Murad gəlib məni burada çıxardım. Mən öz başıma durub gəlməmişəm, mən də onun şəklini burada paylaşmıram. Mən sadəcə olaraq Murad məni hamının yanında təqdim elədi. İndi mən Muradı təqdim eləmək istəyirəm. Muradı necə təqdim eləyəcəksin? Elədim də. Necə? Elədi də onu küçədən necə tapdığını, Muradı. o cırıq şalvarla evinə qəbul etdiyini. Bir dənə orada şəkil var, burada Xeyr. salba.
fəhli adamdır, iş Xeyr, işləyir. Muradın özü də danışdı ki, mən küçələrdə qalmışdım, bu qadın mənə sahib çıxdı. Bu qadın, Bəziləri kimi, baxın, Muradı bilirsiniz mən niyə? Geçsin elə öz övladına sahib çıxsın. Küçədən elə adamlara sahib çıxandı, birinci növbədə öz övladına Baxın, sahib mən çıxsın. sizə bir şey deyim. Keçmişini unutmayan insanlara sayğı duyun. Bəzi insanlar var, əlinlə belə 100 dənə videoda göstərsən, sübutun edə bilmirsən ki, sən kim idin? Muradın fərqi odur ki, indiki zəmanədə mənim gördüyüm insanlar ki var, onlardan milyon kərə Murada mənim sevgim nədə qaldı? Dedi ki, dedim, niyə evləndin? Niyə sahib çıxdın? Və niyə indi ona para göndərirsən? Dedim, mən küçədə ac qalanda marketə girdim. Bu qızın deyir, əlində çörək vardı. O çörəyi böldü, yarısını mənə, yarısını da özünə götürdü. Mənə sahib çıxdı və mən o vicdanım məni rahat buraxmaz. Mənə ən pis günümdə mənə sahib duran, əlimdən tutub qaldıran qadını ortalıqda qoysam. Ay qardaş, yüzünə kömək eləyirsən, yüzünü çamurdan çıxarırsan, yerdən qaldırıb göyə qaldırırsan, axırda ilk satdığı sən olursan. Yenə heç olmasa Murad kimi adam var da, adam baxır deyirsən ki, ay Allah, mənim qabağıma pisi çıxmışdı, heç olmasa bu həyatda bir dənə yaxşı insan var. Mənim Murada sevgim ona görədir. Çünki Murad kişilik nümunəsidir. Yaxşılıq mənada, qadın saxlama falan demirəm. Yaxşılığı unutmamaq baxımından kişilik nümunəsidir. Bu qədər. Ben sual vermək istəyirəm. Naidə xanım, vaxt gəldi, zaman gəldi, uşağın səni bağışladı da, düzdür? İndi bu efirdə bağışladı, efirdən sonra bağışladı uşağın səni. Sən yenə bura çıxıb Murad deyəcəksən, yoxsa yox? Deməyəcəksən. Xeyr. Murad istəmir də, qardaş, məcbur deyil ki. O Murad uşağın istəmir anadan ayrı də. qalmasına Murad və ailəsi səni istəmir, övladın səni istəmir. Sən nə istəyirsən? Nəyə görə istəmir? Nəyə görə sən səbəbini yaxşı bilirsən? Çünki Zaman nəyə sən görə nankörlük istəmir? Çünki edirsən. onun anası Sənə onu qapı öyrədir. qapı açan, çörək verən, övladına sahib çıxan insana deyirsən ki, səni tanımıram. Filoz, sənə yenə sahib çıxıb Türkiyəyə aparıb, səni rəsmi nikaha salan adama, hətta sənin övladına sahib çıxan adama yenə yarı yolda qoyub çıxıb Azərbaycana gəlmişsən. Nədir? Hava soyuq idi, ona görə Türkiyəyə mən Gedə qayıtmadım. bilmədim də, hava soyuq idi. Vallahi gedə bilmədim. Yoxsa gedərdim də arxasınca. Hava soyuq idi. Necə gedim? Yollar bağlı idi. Necə gedir? Fiyata gedirsən? Fiyata gedirsən ki, yollar bağlı idi. Bax, o şəkillər var da, Nailə xanım verdiyi, o şəkilləri verin efirə. Nahidə, hər şeyi də doğru danış da. Bir sual verim sənə, anan niyə ölübdü? Mamam böyrəndə daş var idi. O dünyasını dəyişdi. Dəqiq. Böyrəyində daşdan adam ölür. Böyrəmdə daş. Aliyə, bunu niyə bağlamısınız? Qardaş, açın bunu. Nahidə keç. Xeyr, açın. Bəli, əlbəttə ki, efirə ver. Nahidə, bu sənsən. Nahidə, bu Bəli, sənsən. bəli. Mənim evimdə çəkdi. Uşaq deyil gündür. Bəli. Bura haradır? Mənim evim. Qardaşım dedik, qardaşıma demişdim ki, Qələt eləməm, sənin qardaşının Qardaşım- evidir, mənim evimdir. Yalan niyə danışırsan? Kimin evidir Nailə Mənim. xanım? Mikrofonu yaxın. Mənim evimdir bu. Dəmir yol stansiyasının üstü. Nə yalan danışırsan? sən gəlib burada özünə mənim sayəmdə evimə girmək istəyirsən. Aşel yalan danışma ya. Yalan danışma, gözün içinəcə yalan deyirsən. Görürsən, bax, Qoşqadam xanım, ora bax. Bax bu şəkildə. Mənim evimdə çəkdirilib. Yalan niyə Bu, danışırım? Nahidə, bu kimin evidir? Nailənin evidir. Qardaşım dedi ki, evi yox. Əzizim, sən Lailəni Hadi, tanımırdın. mən sənin O indi qardaşını Lailəni tanımıram. tanıdı. Qoşqadan xanım tanımıram. Yəni sadəcə olaraq qonaq kimi getmişəm. Pul Oy, vermişəm, Canım mənim, oturmuşam. sənə bir daha Hər şey sual pulun, verirəm. hər şey pulun başındadır. Mən də pul verib uşaq baxdırmışam. Nailəyə pul verib uşaq baxdı. Bəli, qardaşım pul Bəs bunu verirdi. xahiş edirəm. Bəs deyirdin ki, Nailəni tanımıram. Tanımıram. Mən qardaşım pul verirdi ay ki, qız. sağlığında pul verirdi ki, Qoşqadam xanım, apar mən o pulu. qardaşı tanıyıram, nə də Bir ki, də o pulu atası. ver, apar ver Nailəyə, Nailə uşaq baxır. Mən Ay dedim qız, yaxşı. bir dəqiqə, Özü gəl- məni əsəbləşdirmə. Onsuz da mən əsəbdən 3 gündə əsəb içərisindəyəm. Ya bax, Zibillərin açılır Qızım. hamısı. sən deyirsən ki, mən bu qadını tanımıram. İndi mənə Qoşqada doğru xanım, bir düzgün. dənə söz deyim, qurban sənə. Açığı mən, özü bilirsiniz ki, mən heç şeyi gizlətməyə xoşlamıram. Açığı mənim qardaşım pensiya idi, 50 arabasındaydı. Aha. Mən uşağa baxa bilmirdim. Atamın da yanına getdim, atam da dedi ki, Qəbul nəvəm deyil də. Nağarsız, qardaş bacı nağarsız özünüz bilərsiniz. Bu qardaşım, 50 arabasında olan qardaşım, dedi pensiya alırdı. Mən də
başqa yerdə kirayədə qalırdım. Yalandır, Axırda o da, kirayədə bu da gördü ki, mən o qadına pul verirəm uşağa baxdırmağa. Axırda gəldi özünü soxdu o qadının Yalan evinə. deyir. Bu Bəli, qardaşın. bəli. Yox, Nailə. Yalan Nailə deyil. gəldi. Nailə Sən gəldi. İradənin evindəydin. Bəli, mən İradənin evindəydim. Nailə gəldi İradənin evindən sən Bəli, apardın. pula görə hər şey pulun başındadır. Özü bilirsiniz ki, kim boş-boşuna uşaq baxır. Yalan Yox, deyirsən, heç kəs sən boş-boşuna gözünü uşaq içinəcək baxmır. yalan Biz deyirsən. dayayıb da pul veririk də indiki dövrdə. Bəli. Vermirdik. Daya tuturuq, uşağa pul veririk, düzdür, Aha. baxdırmağa. Bu da o kimidir də elə. Mən də pul verib uşaq baxdırmışam. Nə oldu Nailə xanım? Gülmər deyə Allah elə kulav danışır ki. Kulav danışma olar deyil. əri. Allaha and olsun, Bu da işin ki, and hamı olsun. daya uşaq verib Ağzını baxdırmağa. yumla. Hər şey Xahiş pulun edirəm, etik başındadır. qaydalara riayət edərək. Nailə xanım, siz İradənin yoldaşı ona pul verirdi. Bu ona pul verirdi. Gördü vermir, qovladı evdən. Dedi götür uşağını getir. Xeyr, özü gəldin o evə girdin. Mən də Özün onlara gəldin o evə gəlmişdim. girdin. Yalan danışma. Düzünü danış. Adam kişi qızı olar, yalan danışmaz. kişi qızıyam. Mən aldım açım özümə. bir dəqiqə. Mən Yox, onunla danışıram. Nailə xanım, birinci siz yaşlı başlı insansınız. Bəli. Xahiş edirəm sizə ki, danışıq tərzinizə, emosiyalarınıza sahib çıxın, etik qaydalara riayət edin. Hansı Siz gün? burada bu qızı klon adlandırırsınız, hər söz deyirsiniz. Amma özünüz fikir bildirəndə elə ifadələr Bu işlədirsiniz. mənim Mən evimdə məcburam deyəm ki, kəsin. Ayıbdır, lütfən. Qoşqudum xanım, bu Sizdən o mənim sözləri evimdə. Niyə gözləmirəm. yalan İndi deyir? Yox, Tamam. indi bir dəqiqə. Yalan deyir, denən yalan deyir. Ona niyə ağır ifadələr? Mən istəyirəm əsəbləşim. İsə əsəbləşmədə mən də deyirəm ki, onsuz da sənin dediyin həqiqətlər ortaya çıxır. İnanmırsınız, Elgin'ə də göstərin onu. O da mənim Elgün evimdə orada çək. baxır. Yəni Nasıl sənin olacaq? söylədiyin həqiqətlər çıxır. Sən niyə Yox, özünü hadi. suçlu durumuna salırsan? Yox, hadi gülməli söz deyir, mən gülməyi tutdu, Allah and olsun. Yalan deyir axı, deyir, mənim qardaşım pul verir ona gelirsən. Mən hələ oradan burada yığmışam, şeşülər yığıb evi saxlamışam. Mən ona da yemək vermişəm. Yiyib, ona haram olsun, burnunun deşindən gəlsin, amma uşağa halal olsun. Uşağa halal edirəm, ona haram olsun. Necə ki yalan danışır, haram olsun, o burnunun deşiyindən gəlsin. Amma indi Mən Nailə heç xanım, edirəm. bax, siz bu uşağa baxmısınız, hər şey Bəli. çox gözəl, bu da faktlarla sübut olunur. Bir-bir hələ sübutların sayı çoxdur. Bir-bir gələcək. Amma bəlkə elə bugün Elgünün sevdiyi bir qadın kimi Elgünlə anasını birləşdirəsən. Onu özləri bilər. Özü bilər. Qısa bir aradan sonra Məleykənin anası Səhər xanım efirə bağlanır. O Məleykə ki, Nahidə Muradı qısqanmışdı. İndi Səhər xanım da dayanmadan Türkiyədən yazır ki, mən efirə bağlayım. Deyirəm də Nahidənin xəmiri çox su aparacaq.